1992-ci ilin payızı Odintsovo rayonu. Qarajın zirzəmisində istintaqçılar bir otaq tapır. Dəmir qapılı, kafel döşəməli. Bu zirzəmidə metal masalar və qalın iplər var idi. Bunların hamısı bir şeyə işarə edirdi. Burada çox dəhşətli hadisələr baş verir. Bu zirzəmi 11 yeniyetmə üçün son dayanacaq olub və bu cinayətlərin arxasında duran şəxs sakit, diqqət çəkməyən zootexnik Sergey Golovkin dayanırdı. O, Rusiyada edam olunan son manyak kimi tarixə düşür. Bəs ona Fisher ləqəbi niyə verilib və o, istintaqdan 6 il necə qaça bilib? Sergey Golovkin 1959-cu ilin 26 noyabr tarixində Moskvada doğulub. Sıradan bir ailədə böyüyüb. Uşaqlıqdan qapalı idi. Məktəbdə zəif bədən quruluşu, utancaqlığı və kəkələməsinə görə dəfələrlə şiddətə məruz qalıb. Zoologiya, əsasən də atlara maraq göstərib. İnstituta daxil olaraq zootexnik peşəsinə sahiblənib. Sergey Golovkin Odintsovoda at bazasında işləyirdi. Sakit və diqqət çəkməyən biri kimi tanınırdı. Qonşuları isə onu gülərüz, təmkinli biri kimi xatırlayır. Amma o sakitliyin arxasında vəhşi cinayətkar dayanırdı. Ona Fisher ləqəbi sonralar verildi. İstintaq zamanı bir yeniyetmə iddia edirdi ki, qatili görüb və qatilin qolunda Fisher yazılı döymə olub. Bu iddialar istintaqı uzun müddət yalan yollarla apardı. İlk cinayəti 1986-cı ildə törətdi. Yeniyetmə oğlanı maşınına mindirir və ona at bazasında iş olduğunu bildirir. Daha sonra həmən yeniyetməni həmən at bazasında qətlə yetirir. Bu qətldən sonra polislərin axtarışları daha sərtləşməsindən görərək Fisher bütün cinayətlərdən əl çəkir. Amma 1989-cu ildə o yenidən fəaliyyətə başlayır. Qurbanları əsasən 10-16 yaşlı oğlan uşaqları idi. O onları diqqətlə seçirdi. Nəzarətsiz, çətin şəraitdə böyümüş uşaqlara üstünlük verirdi. Onun törətdiyi cinayətlər son dərəcədə amansız idi. O, planlı şəkildə davranırdı. Heç bir iz saxlamırdı. Cəsədləri bastırırdı və ya bataqlığa atırdı. Bunların hamısı sadəcə bir qətl deyildi. Sanki bir ritual həyata keçirirdi. Hər detalı xırdalığa kimi düşünürdü. Psixoloqlar deyirdi ki, bu cür soyuqqanlı manyaklara çox nadir hallarda rast gəlinir. 1990-cı ildə qarajın zirzəmisində xüsusi otaq düzəldir. İşgəncələr üçün. Həmən otaqda səssizləşdirici materiallar, qurbanın ayaqlarını və əllərini bağlamaq üçün alətlər, dəmir masalar, vannalar olur. Sonuncu qurbanlar bu otaqda öldürülür. Özünün etirafına görə onun qurbanlarının sayı 11 nəfərdir. Lakin kriminalist ekspertlər bildirir ki, qurbanların sayı daha çoxdur. 1992-ci ildə Golovkin böyük bir səhv edir. Bir şahid yeniyetmənin onun maşına mindiyini görür və bu istintaq üçün böyük bir ipucu olur. Golovkin həbs olunur. Müstəntiqlər zirzəmidə dəhşətli mənzərə ilə rastlaşırlar. Həmən zirzəmidə insan qalıqları, alətlər, izlər olur. Golovkin dindirilmə zamanı hər şeyi sakit şəkildə etiraf etdi. Heç bir peşmanlıq hissi olmadan. O, bütün detalları soyuq şəkildə izah edirdi. 1994-cü ilin oktyabrında ilk məhkəmə prosesi başladı. 11 epizod üzrə ittihamlar irəli sürüldü. Məhkəmədə Golovkin sakit, emosiyasız görünürdü. Psixiatrlar onu cinayət törətdiyi zaman tamamilə şuurlu şəkildə davrandığını bildirdi. Məhkəmə isə onu edam cəzasına məhkum etdi, güllələnməklə. Cəza 1996-cı ilin avqust ayında icra edildi. Bu, Rusiyada icra olunan sonuncu ölüm hökmü idi. Bundan bir qədər sonra Rusiyada edam hökmü tamamilə ləğv edildi. Golovkin cəmiyyətdə Çikatilo kimi qorxu salmasa da öz sakitliyi ilə dəhşət saçırdı. Fisher'ın işi hələ də kriminologiya dərsliklərində öz yerini tapır. O dəli deyil idi. O tamamilə şuurlu şəkildə hərəkət edirdi. Psixoloqlar deyir ki, onun içində olan aqressiya uşaqlıq yaşlarında başlayıb. Zorakılıq, cinsi sıxıntılar və tək qalmaq qorxusu. Amma bunların heç biri onun etdiklərinə haqq qazandırmır. Golovkin cəmiyyətə xəbərdarlıq idi. Bəzən ən sakit insanlar ən təhlükəli insanlar olur. Sergey Golovkin Rusiya tarixində ən amansız qatillər kimi yadda qalır. Bugünkü gündə o heç bir təhlükə törətməsə də, onun adı hələ də rast gəlinir və onun etdikləri cəmiyyətdə öz izini qoyub. Əgər belə cinayət hadisələri sizə maraqlıdırsa, onda bizim kanala abunə olun. Növbəti hadisələr daha qorxunc və daha maraqlı olacaq. Özünüzə yaxşı baxın.